Misalımızın izahına başlayaq. 4x bölünsün 5y bərabərdir 2-dirsə, 4y bölünsün 5x-i soruşur uşaqlar. Deməli, burada ilk növbədə birinci verilən 4x bölünsün 5y-də 5-də 4 ilə x bölü y-i bir-birindən ayırırıq. 5-də 4 vurulsun x bölü y bərabərdir 2-yə. Buradan əgər mən x bölü y tapıramsa, bu zaman 2 bölünsün 5-də 4-ə bərabərdir. Yəni, bilirsiniz ki, kəsiri kəsirə böləndə birinci olduğu kimi qalır, ikinci kəsir tərsinə çevrilərək vurulur. Bu zaman 4 ilə 2 ixtisar gedir, cavabımız olur 2-də 5. Fikir verirsinizsə, biz burada x bölü y-i 2-də 5 aldıq. Və biz gəlirik indi digər tərəfdən, digər misalımızı sadələşdirməyə. 5-də 4 y bölü x-i, bunu da ayrı-ayrı kəsirlərdə yazırıq. Bunu y bölünsün x şəklində yazırıq. Görürsünüzmü, bizdə burada y bölü x lazımdır. Amma biz x bölü y tapmışıq. Yəni, biz onun tərsini yazsaq, o zaman yerini dəyişdiririk. X aşağıda, y yuxarıda. Deməli, 5-də 2 olacaq. Yeri dəyişiləcək uşaqlar. Deməli, o da bərabərdir 5-də 4 vurulsun. Y bölü x-in yerinə yazırıq ki, 5-də 2. Daha sonra ixtisar olmadığına görə məxrəci məxrəcə, surəti surətə vurub yazırıq. 5 kərə 5, 25, 25-də 4 kərə 2, 8. Doğru cavabımız D variantı olacaq.